Salam hörmətli abituriyentlər, gələcəyin tələbələri. Güvən nəşriyyatından qaldığımız bölmədən izahını verəcək. İndi isə üstü və loqaritmi funksiyalar bölməsinin izahını verək. Birinci sual hesablayında 2 üstü n plus 3. Yuxarıda ən kiçik qüvvət çıxardıram ortada qabanı, yəni 2 üstü n plus 2'ni çıxardıram. Qalır burada 2 üstü n plus 2'si çıxır qarşıya, qalır 2 üstü 1. Çıxaq 1. Aşağıda 2 üstü n plus 2'ni çıxardanda yenə kiçik qüvvət qalır 2 üstü 2 çıxaq 1. 2 üstü n plus 2'ler gelir. 2'den 1. 1. 2 üstü 2. 4 çıkar. 1. 3. Cevap ile düştü. 1'e A. İkinci sual yine yeni geldi. Yukarıdan 5 üstü. Orada səhv etmemek için en yaxşı. 5 üstü 2. Vıraq 5 üstü 2. Çıkar 5 üstü 2. Vıraq 5 üstü mənfi 1. Aşağıda 2 vıraq 5 üstü 2. Vıraq 5 üstü 1. Çıkar 5 üstü 2. Yuxarıdan çıxardıram 5 üstü 2'nin ortada qabağına, qalır burada 5'in kvadratı, çıxaq 5 üstü mənfi 1. Aşağıdan 5 üstü 2'si çıxaranda qalır 2 vıraq 5, 10, çıxaq 1. 5 üstü 2'lər gedir, 25 çıxaq 5'də 1. Aşağıda da qalır 10'dan 1'in 9. 25'dən 5'də 1 çıxıram, 5'də 25, 125 çıxaq 1. Bölük 9. 9 düşür aşağı. 5 düşür aşağı. 5 vurur 9. Yukarıya 124. 124'den 9 3'e kısa gider yok. Öyle 45'te 124 ediyor. 2A varyantı. Üçüncü sual hesaplayın. 16 üstü kök attı 2 çıkart 1. 16'ın yazdım 2 üstü 4. Aşağıda 2 üstü 4 kök attı 2 çıkart 6. Oldu 2 üstü 4 kök attı 2 çıxaq 4. Aşağıda 2 üstü 4 kök attı 2 çıxaq 6. Bölən zaman qüvvətlər çıxılır. Çıxaq 4 kök attı 2 plus 6. O da 4 kök attı 2'ler gedir. Qaldı 2 üstü 2. 3'e 1. 4. 5 üstü 3n plus 1'in 20%'ini tap. 5 üstü 3n plus 1 vıraq 20 bölə 100. 20 ilə 100 yıxsa gedin qalır burada 5. Bölən zamanda qüvvətlər çıxılır. 3n plus 1'dən çıxılır. 5'in qüvvəti 1. Qaldı 5 üstü 3n. O da C varyantı. 5'te vuran zaman qüvvətlər toplanır. 3 üstü A plus B. 3 üstü A çıxaq B. Bərabər 3'e. Bu da 3 üstü A plus B. Çıxaq A plus B. Bərabər 3. A'lar gelir. 3 üstü 2B bərabər 3'e. 2B bərabər 3'ün qüvvəti 1'e, B də bərabər 2'də 1. Yəni 0,5. 5'e A, 6'ya A bərabər 2 üstü 300. Onu yazırıq müqayisə etmək üçün. Hamısının qüvvətlərini 100'e getiririk. Çünki əsasları gətirmək olmur. 2 üstü 3 üstü 100. Bu elədir 8 üstü 100. B bərabərdir. 3 üstü 2 200 yazıram. 3 üstü 2 üstü 100. 9 üstü 100. C olduğu kimi yazısı 7 üstü 100. İndi əsaslardan hamısının qüvvətlərin eynisi əsaslar müqayisə. B böyükdür A'dan, o da böyük C'dən. Və yaxud da B böyükdür A, o da böyük C'dən. 6'ya C varyantı. 7. sual. Yuxarıdan 6 üstü 2n plus 1'i çıxarda bilərim ölçədə qabanı və yaxud 6 üstü 2n vuraq 6. Üstə görə 6 üstü 2n vuraq 6 üstü 2. 2 vuraq 6 üstü 2n. Yukarıdan 6 üstü 2'ni çıxardım ortada qabanı. Qaldı burada 6 plus 6'nın kvadrat 36 bölə 2 vuraq 6 üstü 2. 42 bölə 2 21. 7'ye 1. 8 3 üstü 5'ten ise yani 3 tane 3 vuraq 3 üstü 5. Aşağıda 2 vuraq 2 üstü 5. Yukarıya 3 üstü 6 aşağıya 2 üstü 6. Qüvvətlər eynisi əsaslar 2'də 3'ün üstü 6 üstü 6'da 1 yaza bilərəm. 6'ın da 6'da 1'e vuranda 1 edir. Qaldı 2'də 3. O da 1,5 və ya 2'də 3. 8A. 9 funksiyanın təyin oblasını tapın. Y bərabər A üstü x'də x daxildir. Mənfi sonsuz müsbət sonsuz. Qaydadır 9'a C. Yox, təyin oblası budur. Bizden qiymətlər oblasını soruşur. Qiymətlər oblası Y daxil 0 müsbət sonsuzluq. 9'da 10. Funksiyalardan hansı azalanır? Y bərabər A üstü x'də A 0 ilə 1'in arasında yerləşərsə azalandır. Bu 1 tam neçə çıxır? Bu artandır. A 7.
B birden böyükdür. Birden böyük olanda artandır. 2'də 3 1 tam onda 5 birden böyükdür. 2'də 1 D variantı. 0 ilə 1'in arasında yerləşir. 10'adır. 11. Ədədlərdən hansı böyükdür? Əgər əsaslar, əsas 0 ilə 1'in arasında yerləşirsə, kiçik olan böyük olur. Kiçik olan böyükdür. Kiçik olan hansıdır? Kiçik olan böyükdür. A variantı 3'də 1 üstü 4. Yoxlaya da bilərsiniz. Bu 3'də 1 üstü 4 nə deməkdir? B'dən 3 üstü mənfi 4 kimi yaza bilərəm. Bu birisini yaza bilərəm 3 üstü mənfi 5. Bu birisini yaza bilərəm 3 üstü mənfi 6. En böyüyü 3 üstü mənfi 4. 12, 2 üstü x, 2 üstü x çıxaq 6. 2 üstü x çıxaq 6'ını yazıram. 2 üstü x vuraq 2 üstü mənfi 6. 2 üstü x'imiz y vuraq 2 üstü mənfi 6 1 bölü 2 üstü 6. Yəni y bölü 64. 12'ye A. 13. 3 üstü x yazıram 3 üstü x vuraq 3 üstü mənfi 4. Yine 3 üstü x'in yerine y bölü 3 üstü mənfi 4 də 81'dir. 13 variantı. 14 logaritm 4 aslan 64 yazırım. 4 aslan 64 yazırım. 4'ün kubu 3 getir karşıya. Cevap 3. 15. Əsaslar eynidir. 2 aslan 8 2'nin kubu plus 3 aslan 9 3'ün kvadratı. Burada 3, burada da 2 getir karşıya ve olur 5. Çünkü 3'ten 3 1'dir, 2'nin 2 1'dir. 15'e D. 16 2 aslan 15'in tam hissəsini tapın. 2 aslan 15'in tam hissəsi 2 15 2 üstü neçələr deməkdir? 15 2 üstü 3 ilə 2 üstü 4 arasında yerləşir. Yəni 2 aslan 15'imiz 3 və 4 arasında yerləşdiyinə görə tam hissəsi neçədir? 3. 16'ya A. 17 aşağıdakı hansı doğru değil? Kəsdən 1 0'dır. Bu düzdür. Qaydadır. Kəsdən 2 1'dir. Düzdür. Qaydadır. 3 aslan 9 2 edir. İnci hesabladıq. 2 aslan 8 2'nin kubu demək düzdür. E variantı 5 aslan 25 5 aslan 2 demək 5 2 demək. Bu da 2 edir. E səhvdir. 18 3 aslan 9 inci dedi 2 üstü logaritm 2 aslan 16. 2 ilə 2 gedir qaldı 16. Düstur beyadır. A üstü logaritm A əsasdan B bərabərdir B'yə. 19 funksiyanın təyin olmasını tapın heç vaxt qüvvət x 2 mənfi olanmaz. X böyütü 2'den. 19'a E. Keçə 20'ye funksiyalardan neçəsi azalandır? Neçəsi azalandır deyir. A əsasdan B'də əgər A'mız 0 ilə 1 arasında yerləşirsə bu azalandır. Yəni bu birincisi artandır. Bu getdi. Bizə azalanların mənfi qoyaq qarşısına. Bu artan. 1 bölü kök hatta 5 1 bölü 2 tam onda 2 edir. Bu da 10 bölü 22 edir. Bu da 0 tam neçədir? Bu artan azalandır. Elen 200 2 tam onda 2'nin üstü 200. Bu müsbətdir. Artan da bu qarşısında mənfi var da avtomatik azalan düşür. Qarşısında mənfi olduğuna göre. 1 bölü 4 3 tam %14'ü 4'e bölü 0 tam neçəydi? Bu da azalandı. 0 tam 14'ü 0'dan 1. Demin neçəsi azalandı? 4'ü. 21. Hansı ifadənin mənası yoxdur? Bu hissəsi bir dediyim kimi. A əsasdan B'də B 0'dan böyük olmalıdır. Kök hattı 2 əsasdan 3'ün dərəcə kök hattı 2'dən təxminən çıxır. 1 tam neçə? 6'dan çıxır 2 tam neçə? Mənfidir. Bu mənası yoxdur. 1 1'dir. Kosinüs 760 360'a bölü kosinüs eləyir 40 dərəcə. Kosinüs 40 dərəcə müsbətdir. Bu mənası var. Biri 1'dir. Demək 2 mənası yoxdur. 2'lər variantına çıxsam B gedir. Sonra 3'də kök hatta 5'ten 2 tam onda 2 çıxar 3'ten. Bu da mənfidir. Mənası yoxdur. 1 3 Bu kosinüs 0'da 1'dir. Bu müsbət. Bu mənası var. Kök hatta 5 1 tam onda 2 tam onda 2 çıxar 1 tam onda 4. Bunun mənası var. Demək 1 3 21 A 22 A bərabərdir. E B bərabər logaritm ədədlər üçün aşağıdakı münasibət hansı doğrudur? A bərabərdir E 2 tam onda 7'dir.
3s'ten 2'miz 3s'ten 2'miz 3 üstü neçə? 0'dan neçədir bu? 3s'ten 8'imizdə 1 tam neçədir? En böyüğü A'dır, sonra C'dir, sonra 1. A böyükdür. C'den o da böyükdür B'den. 22'ye gəlir. E variantı yer dəyişir. 23. Loqaritm kəsəsindən bu tənliyi həll etmək üçün x'i soruşur. Birinci bu hissəsi bərabərdir. Elgi x bərabər 2 üstü 3. Elgi x bərabər 8'e. X də bərabərdir 10 üstü 8. 23'e deyil. 24. Bölme olanı çıxma olur. 2 əsasdan 2 çıxaq 2 əsasdan y. Bu qaydəni yaza bilərik. Və yaxud da ki başqa yolu x bölü y yazarım 2 üstü 3. X bölü y bərabər 8'e. X də bərabər 8y. Gətirib yerinə qoyuram. 8y plus y bölü 8y çıxar y. Burada 9y bölü 7y. 9 bölü 7. 24 A. 25 10 kəsdən 2. Bu 10 kəsdən 2'ni vururam 72. Toplam 10'da vurma olur. 10 kəsdən 144. O da 12 üstü neçə 144 ödəyir 2. 25 A. 26. 6 s'ten 2. Bu 6 s'ten 2'ni 3'e vururam. 6 o değil 1. 27'de toplam 10'da vurma olur. 6 s'ten 4x beraber 2'ye. 4x beraber 6'nın kvadratı. X'e beraber 36 bölü 4 9. 27'de 28 toplam 10'da vurma olur. 5 s'ten 3'e beraber 1'e. 3'e beraber 5 üstü 1'e. Adı beraber 3'te 5. 28'e değil. 29 çıxma olanı bölme olur. 2 s'ten 36 bölü 9'da. 2 s'ten 4 o değil 2. 30 3 s'ten bölme olanı çıxma olanı yeni bölme olur. 3 s'ten 9 üstüne ise 9 değil 2. 31 toplam olanında vurma yani 2 vura 3. Çıxaq elgi 6 bu deyir. Çıxma da onda bölme olur. 6 bölü 6. O da elgi 1. O da beraber 0'a. 31'e A. 32 3 çıxaq. Mörtədən sonra loqaritm 5 s'ten 10 plus loqaritm 5 çıxaq. 5 s'ten 50. Bu deyir 3 çıxaq. Loqaritm 5 s'ten 10 bölü 50. 3 çıxaq loqaritm 5 s'ten 5'te 1. Bu da 3 çıxaq loqaritm 5 s'ten 5 mənfi 1. Bu da ne keçir qarşıya? 3 plus 1 mənfi 1 keçir qarşıya. O loqaritm 5 s'ten 5 o deyir 3 plus 1 4. 32 E 33 toplam 10'da vurma olur. Elən 3 vuraq 5 çıxaq elən 15. Yeni təzədən çıxma olanda bölme olur. Elən 15 bölü 15. Elən 1 o da 0'dır. 33 E 34 2'dən 8 çıxaq. Yox belə yazaq. 2'dən 8'in kvadratı. Çıxaq 3 əsasdan 9'un kvadratı aşağıda olduğu kimi yazaq. İki əsasdan 8'imiz 3 eləyir. 3'ün kvadratı 3 əsasdan 9'umuz 2 eləyir. 2'nin kvadratı bölək 3 çıxaq 2. 9 çıxaq 4 bölək 1 o da 5. 34 35 4 əsasdan 8 yazırım. 2'nin kvadratı 8 yazırım. 2'nin kubu. Ne keçir qarşıya? 3 bölü 2. 1 tamamda 5. Qaydan hamısı. A üstəyim. B üstəyim. N böləyim. Loqaritm A əsasdan B. 36. 3'te 1 əsasdan 5. Ədədi hansı kərdir tam əzasını yerləşir.
Onu yazıram. 3 üstü mənfi 1, 5. Bu da mənfi 1 bölü mənfi 1 keçir qarşıya. Mənfi loqaritm 3 əsasdan 5. 3 əsasdan 5'imiz 3 ilə 9, yəni 1 ilə 2 arasında yerləşir. Olur mənfi 1, mənfi 2. Yəni mənfi 2, mənfi 1. 36'ya A variantı 37. Yazıram loqaritm 1 bölü kök altı yazıram. 3 üstü 2'də 1. 27'ni yazıram 3'ün kubu. Yeni təzdən. 1 bölü 3 üstü 2'də 1 yazıram. 3 üstü mənfi 2'də 1. Ne keçdi qarşı? 3 bölü mənfi 2'də 1. O da mənfi 6. 37'ci. 38. Yine loqaritm. 1 bölü kök altı için yazıyorum. 2 üstü 2'də 1. Bu da olur loqaritm 2 üstü mənfi 2'də 1. 2 üstü 3. Bu dedi 3 bölü mənfi 2'də 1. Yine mənfi 6 38 dedi. 39 LC2 beraber 2'ni atıram qüvvətə olur LC 5'in kvadrat plus LC 3. Təzədən LCX beraber LC 25 plus LC 3. LCX beraber LC toplama oldu vurma olur 25 vura 3. X beraber ile 75'e. 39 C 40'da var. 3 plus loqaritm 2 əsasdan 9 olduğu kimi yazaq. Çıxaq. 2'ni atıram qüvvətə. Loqaritm 2 əsasdan 6'nın kvadrat. Beraber 3 üstə gəlib bölmə olanda loqaritm 2 əsasdan 9 bölü 36. Bu da 3 üstə gəlir loqaritm 2 əsasdan 4'də 1. 4'də 1 də bizə 2 üstü mənfi 2 verir. O da olur 3 çıxaq 2 1. 40'a 1. 41. 2'ni atıram qüvvətə ki rahat hesablayayım ki həmən çıxmanı hesablaya bilir. Loqaritm 12'nin kvadratı çıxaq LC 9. LC 6'nın kvadratı çıxaq LC 3'ün kvadratı. Bu da olur LC 144 bölü 9. Aşağıda olur LC 36 bölü 9. Bu da LC 1 54 9 6. Başarı LC 36'nın 9'u 4. LC 16'nın təzə yazım 4'ün kvadratı bölü LC 4. O da 2 keçir qarşı 2 LC 4 bölü LC 4. 52 41'e 1. 42 LC 20 plus 2'ni atırım qüvvəti LC 2'nin kvadratı çıxar LC 2'nin kubu. Bu da olur LC toplam oldu vurma olur 20 vuraq 2'nin kvadratı 4 çıxar LC 8. Bu da olur LC 80 çıxar LC 8. Bu da LC 80 bölü 8 LC 10. LC de 10 10 əsasdan 10 deməkdir 1. 42'de gitti sonra 43. LC 64 olduğu kimi yazaq. Aşağıda LC 8 yazıram. 804'te 1 veya 4'ün 4'ün kökesi 8 1 yazır. 4'ün 4'ün 2'nin kubu. Bu da 2 üstü 4'te 3. Bırak o birisi de logaritm 3 üstü 4'te 1 9 yazım 3 üstü 2. O da beraber LC 64 olduğu kimi yazaq. Ne keçdi qarşı 4'te 3 LC 2 bırak. LC 64'te 1 yazıldı 2 üstü 6 yazaq. 4'te 3 LC 2 bırak. Bura nə keçir qarşı 2 bölü 4'te 1. Logaritm 3 üstü 3. LC 2 6 2 6 keçdi qarşıya 6 LC 2 4'te 3 LC 2 2 bölü 4'te 1 8. Logaritm 3 üstü 3'te gelir. LC 2 de buradan gitti. Qaldı 6 bölü 4'ten de 8 2 qaldı. 3 vuraq 2. 1 43'a 44 LC 128 bakın. LC 128 yazıram 2 üstü 7. LC 32'ni yazıram 2 üstü 3'ün dərdən
2 üstü 3. Kökün dərəcəsi məxrəcdə, qüvvətdə bu. 3 üstə 5. Bura loqaritm 3'ü kök altı yazırım. 3 üstə 2'də 1. 9 yazırım 3'ün kvadratı. Burada 7 keçdi qarşıya. Elcə 2. Burada 3'də 5 keçdi qarşıya. Elcə 2. Vuraq. Burada da keçdi 2 bölü 2'də 1. Loqaritm 3 əsdən 3. Elcə 2'lər getdi. 7 bölü 3'də 5. Vuraq. 2 bölü 2'də 1 də 4 edir. Loqaritm 3 əsdən 1. 7 3'də 20. 3'də keçdi yuxarı. 20'də 21. 44'de E variantı. 45. 3 əsdən 32'de 3 əsdən 4'tür. Bölme olur. 32 bölü 4 üstü. Aşağıda 3 əsdən 2. Biri 3 əsdən 8. Üç əsdən 8'e yazacağım 2'nin kubu kimi. Üç yaşı karşı loqaritm 3 əsdən 2. Üçün kvadratı o da bərabər 9. 45'e 1. 46. Loqaritm 3 əsdən 27 asandır. Bu 3 əsdən 27 3'ün kubu. Yəni 3 deməkdir. Çıxaq. 3 əsasdan. Loqaritm 3 əsasdan. 3'ün dərin kök atısı yazırım. 3 üstü 3'də 1. Bölür 3. Çıxaq. Olur loqaritm 3 əsasdan. 3'də 1 keçdi qarşıya. Bu da 3 çıxaq. Loqaritm 3 əsasdan. 3 üstü 3'də 1. 3 üstü -1. Bu da olur 3 plus 1. Karşıda mənfi vardı. Olur plus 46 idi. 47. Olur loqaritm 8'də 1 əsasdan. Loqaritm 9 əsasdan. Mənfi. Loqaritm 2'də 1 yazırım. 2 üstü mənfi 1. 8 yazırım 2 üstü 3. 8'də 1 yazırım 2 üstü mənfi 3. Loqaritm 9 əsasdan. Ne keçir qarşıya? Mənfi de buradadır. Olur 3 bölü mənfi 1. Bu da olur loqaritm 2 üstü mənfi 3. Bu da olur 9'u yazırım 3'ün kvadratı. Bunu yazırım 3. Mənfiler gitti. Loqaritm 2 üstü mənfi 3. Burada ne keçir qarşıya? 1 bölü 2. Bu da olur loqaritm 2 üstü mənfi 3. 2'də 1 yazdım 2 üstü mənfi 1. Ne keçir qarşıya? Mənfi 1 bölü mənfi 3. Ta 2 əsdən 2 qalır. Onu da yazmaya ehtiyac yoxdur. Cavab 3'də 1. O da 3 üstü mənfi 1 deməkdir. 47'ye E variantı. 48. X bərabər 3 üstü mənfi 18. 3 vuraq 3 üstü mənfi 18. Əsasa yazırım. Bu birisi 3 üstü mənfi 18. 9 yazırım 3 üstü 2. Əsas eləyir 3 üstü mənfi 1 çıxaq 18 mənfi 17. Yuxarı eləyir 3 üstü buradan çıxılır mənfi 20. Ne keçir qarşıya? Mənfi 20 bölü mənfi 17. Yəni 20 bölü 17. 48'də 1. 49. Kök altı 2 əsasdan. 8'i kök altı 2'ni yazaq. 2 üstü 2'də 1. 8 yazaq 2'nin kubu. Vuraq. Çıxma olanda bölmə olur. Olur loqaritm kök altı 2 əsasdan 6 bölü 3. Burada ne keçir qarşıya? 3 bölü 2'də 1. Vuraq. Burada olur kök altı 2'ni yazdım. 2 üstü 2'də 1. 2. Buraya eləyir 6. 3 2'də 1'ə bölünür. Vuraq. 2'nin qüvvəti 1 bölü 2'də 1. Burada 6 vuraq 2 12. 49'da E. 50. sual. 2'ni yazıram elcə əsasını elcə 100. Çünkü elcə 100 2 demek. Elcə 4 bölü 2. Bu da olur bölme zaman, çıxma zaman bölme olur. Olur elcə 25 104'e bölünür. Bölü 2. Elcə 25'te yazırım. Elcə 5'in kvadratı bölü 2. Bu da 2 keçir qarşıya. 2'ler getdi qaldı elcə 5. 50'ye A. 51. Kök atısı yazırıq. 3 üstü 2'də 1. 3 üstü mənfi 1. Çıxaq 0,2'ni yazırım. 5'te 1'dir. 0,2.
O da 5 üstü menfi 1. 5 üstüne gelir logaritm 60 yazdım. 4'ün kubu 4. Burada getir menfi 1 bölü 2'de 1. Çıxaq 1 bölü menfi 1 üstə gəlir 4'ün qüvvəti 1 bölü 3. Bu edir menfi 2 üstə gəlir 1 üstə gəlir 3'də 1. Menfi 1 üstə 3'də 1. Bu da 3'də menfi 3 plus 1 3'də menfi 2. 51'e al. 52 3 üstü 4 a kvadratıdır. Logaritm a hissəsinin 81'in kvadratını necə yazırım? A hissəsinin 81'in kvadratını yazarım. 3 üstü 4'ün üstü 2. Beraberdir. Bu da ne getir karşıya? Logaritm a hissəsinin 3 üstü 8. Bu da olur 8 logaritm a hissəsinin 3. Bu belə qalsın bizdə. A kvadratı 3 üstü 4'dürsə buradan İki beraberdir. Logaritm a hissəsinin 3 üstü 4 edir. O da beraber 4 logaritm a hissəsinin 3. Demek 4 logaritm a hissəsinin 3'ü yaz, onu ben böyle yazayım. 2 vuraq 4 logaritm a hissəsinin 3. Bu da olur 2 vuraq 2. Çünkü bunun yerine 2 yazabiliriz. 4 n kvadrat beraber 4'e. Axı n kvadratını verir. N de beraber 2'ye. 52 varyantı. 53. Qaydadır bu. A əsasdan B, vuraq B əsasdan C, deyək ki, vuraq C əsasdan məsələn D. Hamısı xsa B ilə B, C ilə C xsa gedir. Yəni burada 5 ilə 5, 7 ilə 7 nə qaldı? 2 əsasdan burada qaldı 8 vuraq 27 əsasdan 81. 2 əsasdan 8 yazıram 2 üstü 3 vuraq 27'ni yazıram 3'ün kubu 81 yazıram 3 üstü 4. Burada 3 geçti karşı 3 bölü 1. Burada da 4 bölü 3 geçti. 3'ten 3 gelir kaldı 4. 53 al. 54'ün sal. Evet bunlar sadeleşti. 3 aslan 2 vuraq 8 yazıram. 2 üstü 3 5 üstü 3 vuraq 25 yazıram. 5 üstü 2 3 üstü 4. Ne getir karşıya? 3 aslan 2 vuraq. Bunu kırmızı ile yazıp karşıya keçəni. 3 bölü 3 logaritm 2 aslan 5 vuraq. 4 bölü 2 logaritm 5 aslan 3. İndi ixtisara baxaq. Qalır burada logaritm 3 aslan 2 vuraq. Logaritm 2 aslan 5. Çünki 3 aslan 3'dən 3 gedir. Vuraq 2 logaritm 5 aslan 3. Baxın indi. Bu 2 ile 2 gelir. 5 ile 5 gelir. Kaldı burada 2. Vuraq logaritm 3 aslan 3. O da 1 yerine gelir. Cevap 2. 54'ü daha. 55 hesaplayın. Elge 4. Elgen yazıram. Logaritm 10 aslan 4. Başa düşmək üçün vuraq. 4 aslan 9. Vuraq logaritm 3 aslan 2. Bu da 4 ile 4 gelir. Kaldı burada 10 aslan 9. Vuraq logaritm 3 aslan 2. Bu da beraber 10 aslan 9'u yazırım. 10 aslan 3'ün kvadratı vuraq logaritm 3 aslan 2. Bu da 2 keçdi karşıya. Logaritm 10 aslan 3 vuraq logaritm 3 aslan 2. 3'ten 3 gelir. Kaldı burada 2 logaritm 10 aslan 2. Bu da 2 elde demektir. 2 elde ne demektir? Bakalım. Logaritm 10 aslan 2'nin yerin tersini yazalım. 1 bölək logaritm esasdan 10. Bu da 2 bölü logaritm esasdan 10 da elen 10 demektir. 55'e E. 56 7 aslan 4 yazırım onu 7 aslan 4. Vuraq logaritm 3 aslan 49 yazırım 7'nin kvadratı vuraq logaritm 16'ın yazırım 4'ün kvadratı 3. Baxır indi 7 aslan 4. Hemen bu 2 keçdi karşıya vuraq. Logaritm 3 aslan 7. Vuraq burada ne keçdi karşıya? 1 bölü 2.
İndi ixtisarlı yaparaq. Demək 7 ilə 7 gedir. Bu 3 ilə də 3 gedir. Qaldı burada 2 bıraq. 2 ilə də bu 2 ilə 1 gedir. Qaldı buralar qarifin. Bunun əsası yerini dəyişir. 4 əsasdan burada 4 qaldı. O da 1. 56C. 57. 57 aşağıdadır. 2 18 düsturumuz belədir. A əsasdan B bərabər 1 bölü loqaritm B əsasına. Biz bunu niyə tərsini yazacağıq? Çünki əsaslar fərqlidir, amma qüvvətlər eynidir. Qüvvətlər eyni olduğundan bunu tərsdən yazıram. 18 əsasdan 2 plus 18 əsasdan 6 plus 18 əsasdan 27. Və əsaslar eyni olduğundan bu olur vurma. 18 əsasdan 2 vuraq 6 vuraq 27. Bu da 18 əsasdan 12. 12'nin 27'ye vuranda 270, 54, 324 edir. Bu da 18'in kvadrat deməkdir. Zabiri 2. 57'ye A. 58. Bu 5 getir karşıya. X esasından Y. Burada da 5 getir karşıya. 5 logaritm Y esasından X. Bunlar da birbirinin tersidir. 1 edir. Olur 5 vurup 5, 25. 58'e B, 59. Bakın ixtisarla gedebilir. 4 ile 4 gelir. Burada da 2. Gelin bunu her ihtimala karşı bunun atışlarını yazsak. Logaritm 3 esasından 2. Vurak logaritm 4 esasından 3'ü. Vurak logaritm 5 esasından 4. Vurak ondan sonra olur. 6 esasından 5. Vurak 7 esasından 6. Vurak logaritm 8 esasından 7. Vurak 9 esasından 8. Vurak 10 esasından 9. Baxa görün nələr qısa geçsin. 4 ilə 4 geçsin. 5 ilə 5 geçsin. 6 ilə 6 geçsin. Bu 7 ilə 7, 8 ilə 8, 9 ilə 9. Qaldı burada bir dənə. Bu 3 ilə bu 3 geçsin. Qaldı burada ən axırda 10. Ən əvvəldə 2. O da yercə 2 deməkdir. 59'a 60. A bərabərdir 54. Müqayisə edin. Hamısını elinə gətirə bilərik. B'de bunun tersini yazsak olur E esasından 2. Bu da E'den 2 deməkdir. C'de beraber 2. E'den 2 deyir. Bu böyle 2'ni getir karşıya. Qüvvətə dağılır. E'den 2'nin kvadratı E'den 4. Bu yazıya göre ne kadar olur? A ile C beraber ve B'den büyük. Niye B'den büyük? Çünkü esas birden böyük olduğuna göre E'miz birden böyük olduğuna göre artan funksiyadır. 60'a B. Keçi 61. suala 25 üstü logaritm 5 esasından 2 onu belə yazırıq. 5 üstü 2 üstü logaritm 5 esasından 2. Üstə gəl 27'ni yazırım. 3 üstü 3 üstü logaritm 3 esasından 2. Bu da bize ne verir? 5 üstü 2 logaritm 5 esasından 2. Üstə gələk 3 üstü 3 logaritm 3 esasından 2. Size bir qayda deyim. A üstü B logaritm A esasından X yazanda aynına X'e geçsin X üstü B kalır. Yani burada 5 ile 5 X'e geçsin 3 ile 3. Burada kalır birincide 2 üstü 2. İkincide 2 üstü 3. 4 plus 8 12. 61'e D. 62. 8 üstü yeni 8 yazırım. 2 üstü 3 üstü logaritm 2 esasından 3. Üste gel bu birisini yazırım. 5 üstü 2 üstü logaritm 5 esasından 3. 2'ler x'e gedir. Burada da 5'ler x'e gedir. Birincide kaldı 3'ün kubu. İkincide kaldı 3'ün kvadratı. 27 plus 9 o değil 36. O düsturu bilen rahat hesaplayar. 63. 9 üstü logaritm 5. Burada da böyle bir düstur var ki A üstü logaritm C esasından B beraber B üstü logaritm C esasından yerlerini değişebilir. Yani burada 5 ile 9'un yeri değişebilir. Olur 5 50 9. Çıxaq 5 50 9. Ve onlar da eyni de olur 0. 63'a 64. 36'ın yazıram 6'nın kvadratı logaritm 6 esasından 3. 6 ile 6 gelir kaldı 3'ün kvadratı 9. 64'e C.
65. 4 üstü. Bunu da yazdırıp böyle 3 bırak. 1 bölü logaritm A esasından B'nin yerine dedim ki yazabilir. Logaritm beraberdir. Logaritm B esasından A. Yani bu da olur. 3 bırak logaritm 4 esasından 3. 4'ün 4 kedi 3'ün kubu. 27. 65'e A. 66. Bunu da yazırım. 4 üstü 1 bölek 4 üstü logaritm kestin 3. 1 4 bölü 2 üstü 2 logaritm kestin 3. 2'nin 2 7 aşağıda kaldı. 3'ün kvadratı yukarıda 4. 9'a 4. 66'dı. 67 bunu yazırım bir hakim. 7 üstü 3 logaritm yerlerinde yaşam. 7 üstü 2. 7'nin 7 7 kaldı. 2 üstü 3. 8. 67'ye A. 68. 125 yazırım 5 üstü 3 logaritm 5 üstü 2. Üste gerek. Logaritm 5 üstü 0'dan minde 8'e yazırım. Minde 8 yazsak. Sonra hesaplayarak. 5'in 5 yesin kalsın burada 2 üstü 3. Üste gerek. Bunu böyle yazaq. 5 yesin 0'dan 8'i böyle yazaq. 5 yesin 0'dan 2'nin kubu ile yazmayaq. Özümüzü yoraq. Yormadan yazaq. Burada 3 kesin karşıya. 3 logaritm 5 yesin 0'dan 2. Bu 2 üstü 3 olsa yazmıştık. Bu 8 plus 3 logaritm 5 yesin 0'dan 2'ni yazdım. 5 üstü -1. Bu da oldu 8 plus 3 bırak menfi 1 bölü 1. Logaritm 5 yazdım 5'ti. O da 8 soy 3 5. 68'e C. 69 200 logaritm 5 yazdım 3. Çıxaq 300 logaritm 5 yazdım 2 plus 500 logaritm 5 yazdım 2. Bir de baxaq bunun şərtin göre səhv yazmamışıq. Əsas bunun şərtidir. Şərti səhv yazan ki misal səhv gedir. 200 logaritm 5 yazdım 3. 3 logaritm 5 yazdım 2. 5 logaritm 5 yazdım 2. Demek bunu böyle yazırıq. 2 üstü bunun yerini değişebilir. Bir hakim 3 üstü logaritm 5 yazdım 2. Aşağıdan yazaq, böyük yazaq. Bunun yerini değişir. 3 üstü logaritm 5 yazdım 2. Çıxar 3 üstü logaritm 5 yazdım 2. Bunlar gelir. Plus 5 üstü logaritm 5 yazdım 2. 2 üstü logaritm 4 yazdım 5'te yazacağım. 2'nin kvadratı üstü 5. Bundan bu getdi. 5'dən də 5 getdi. Qaldı sürətdə 2. Məxrəcdə 2 üstü. Bu 1 bölü 2 keçdi. Qarşı logaritm kəssən 5. Bu da 2. Bu 2 ilə 2 gedir. Qaldı 5 üstü 2 də 1. 2 bölü kök altı 5. 69'da cevap B variantı. 70. sual 5 üstü logaritm kəssən 4. Yerler değişir olur. 4 üstü logaritm kəssən 5. Çıxaq 4 üstü logaritm kəssən 5. Bu da 0. 70'e D. 71. 27 üstü logaritm kəssən 2. 27'ni yazıram 3 üstü 3 logaritm 3'ten 2. Obisini yazıram 7 üstü 2 logaritm 7'den 3. 3'ler gelir 2'nin kubu plus 7'ler gelir 3'ün kvadratı. 8 plus 9 17. 71 A. 72 üstü 3. Böyle eğlenkinde bir yazırım. Logaritm esasdan 2. Bu da olur 2 üstü 3 logaritm 2 esasdan E. 2'nin 2'de kaldı E'nin kubu. 72 E varyantı. 73 3 üstü logaritm 2 esasdan 5. Burada da yerinde yaşam bu sefer 2 üstü logaritm 2 esasdan 5. Çıxaq 2 üstü logaritm 2 esasdan 5. Çıxaq bunu yerinde yaşam olur 3 üstü logaritm 2 esasdan 5. Hamısı birbirine eksidir. 0 cevap 70 cevap. 74 kök altı 5 üstü
Bunu yazın 5 üstü 2'de 1. Logaritm 25 yazın 5'in kvadratı 3 üstü 1. Bırak 2 üstü 3'te 1. Logaritm 3 üstten 27'ni yazıram 3'ün kubu. 27 oldu kimi kalsın. Kalsa yok alınmır. 3 üstü 3. Burada ne getir karşıya? 5 üstü 2'de 1 vura 1 bölü 2. Logaritm 5 üstten 2. Vura 2 üstü 3'te 1 vura 3 bölü 1 geçti karşıya. Logaritm 3 üstten 3 1 gelir. Bu değil 5 üstü 4'te 1. Logaritm 5 üstten 2. Bu bir değil. Vura 2 üstü 1. 5 ile 5 gelir. Kaldı 2 üstü 4'te 1. Vura 2. Bu dolu 2 vura 2 yoksa yok. 3'tü. 3 üstü 4'te 1. 3 üstü 4'te 1'i 4'ün 4'ün kök attı. 3 vura 2. 74'e D. 75. 4 üstü 1 tam onda 5'i böyle yazırız. 2 üstü 2 mörtede 1 tam onda 5 çıkak. Logaritm 16 üstünden 25 yazdım. 2 üstü 4 25 yazdım. 5 üstü 2. Bunu yukarı vurursam 2 üstü 3 çıkak. Burada da 2 bölü 4 kesti karşıya. Logaritm kestim 5. Bu da 2 üstü 3 bölü 2 üstü bu da gelir kalır 2'de 1 logaritm kestim 5. Bu 2'nin 2 gelir. Yukarıda kalır 8 bölü 5 üstü 2'de 1. 8 bölü kök attı 5. Artısı sefeledik. Böyle ihtimal. 16'ın yazdık. 2 üstü 4. 25'i yazdık. 5 üstü 2. Bunu 2'nin kvadratı yazdım. Burada 2'ni vurdum 1 tam onda 5'i 3. Bu 2'ni 4'te 2'ye vurmadım. 2 bırak 4'te 2. Burada 2 bırak 2 bu 1 ediyor. Onda da 5 olur. 8 bölü 5. 1 tam onda 6. 75'e D. 76. 3 üstü logaritm 4 üstünden 25. Dört üstünden 25 yazar. 2 üstü 2 25 yazar 5'in kubu. 5'in kvadratı. Bırak. Çıkar. 5 üstü logaritm 2'nin kvadratı 9 yazar 3'ün kvadratı. Aşağıda. 3 üstü logaritm 4 üstünden 5 10 yazar 2'nin kvadratı 5 üstte göre 5 üstü logaritm 2'nin kvadratı 3. Bu yukarıda eriyor. 3 üstü 2 bölü 2 geçti karşı. 3 üstü logaritm kestim 5. Çıkar. Burada 5 üstü 2'nin 2 getir logaritm kestim 3. Aşağıda 3 üstü 2'de 1 logaritm kestim 5. Plus 5 üstü 2'de 1 logaritm kestim 3. Yukarıda 5'i kessem 5 ile 3'ün yerini değiştirdim. Logaritm kestim 3. 5 üstü logaritm kestim 3. Ve yukarı yeri 0 olduğundan cevap 0. 76A 77 Erci 15A Erci 3B Erci 2'nin soruşu. Erci 15 yazar. Erci 3 vurak 5 kimi. O da olsun Erci 3 plus Erci 5. Beraber A'ya. Erci 3'ün yerine B plus Erci 5 beraber A alınır. Buradan da Erci 2'nin hesabı. B plus Erci 5'in yerine Erci 10 bölü 2 kimi yazsa. Bu da B plus Erci 10 çıkak Erci 2. Bu da B plus 1 çıkak Erci 2 beraberdir A'ya. Onda Erci 2 neye beraberdir? B plus 1 çıkak. B plus 1 çıkak. A varyantı 77'ye. 78 Erci 3A Erci 2B logaritm 5 esasından 9'u logaritm A esasından B'nin her hansı bir esasından logaritm
Siyasasından B, siyasasından A düsturun esasını yazıram ki logaritm 5 esasından 9'u 10 esasından yazsam elci 9 bölü elci 5 kimi yazmaq olar. Elci 9'u da yazıram elci 3'ün kvadratı bu alındı. Elci 5'te bir açım. Elci 10 çıxar elci 2 kimi yazıram. Bu da 2 elci 3 aşağıda 1 çıxar elci 2. Koyalım yerine olur 2A böyle 1 çıxar B. 78'e D 79 logaritm 3 vuraq 3 üstə 1 vuraq 9 yazıram. Burada 9 yazdım 9'u 9'da 1. O da beraber esas erir 3 üstü 3'te 4. 9 yazdım 3 üstü 2 üstü 9'da 1. Bu da erir. Yukarı 9'da 2. 9'da 2 kesir karşıya surete aşağıda da 3'te 4. Mesela o 3 esas 3 kalır. O doğru 9'da 2 bırak. 4'te 100. 9'dan 3 100. 4'den 2 2. Sabirede 6'da 1. 79 C 80 aşağıdaki hansı en böyükdür? 2 əsasdan 6 təxminən 2 kvadrat 4 2 üstü 3 2 tam neçə edir? A variantı. B variantı 3 üstü 2 9 bu 1 tam neçə edir? 4 əsasdan 8 bu da 1 tam neçə edir? 6 əsasdan bu da 1 tam neçə? 5 əsasdan 9 bu da 1 tam neçə? 5 əsasdan 5 en böyük 3 əsasdan 6. 80'da 81 2 3 əsasdan 5 adı. 3 əsasdan 25'i 5'in kvadratı yazır. Bunu yazırım 2 logaritm 3 əsasdan 5 o da olur 2A. 81'ci. 82'nin sonra 6 əsasdan 10'u yazaq ki gördüğümüz için burada 5 var değil 5 əsasdan getirir. Ya da 5 əsasdan 10 bölək 5 əsasdan 6 kimi. 5 əsasdan 10 da yazaq ki 5 əsasdan 2 üstü gelip 5 əsasdan 5. 5 əsasdan 6 yazaq 5 əsasdan 3 üstü gelip 5 əsasdan 2. 5 əsasdan 2'miz var. 5 əsasdan 5'imiz. Bir tane 5 əsasdan 3 kaldı. Onu necə yazırıq? Bunların yerini değiştir. Logaritm 5 əsasdan 2. Vuraq logaritm 2 əsasdan 3. Beraber B vuraq. Burada 2'ler geri kaldı. Onu logaritm 5 əsasdan 3'ümüz A B. Demin onu yukarıda 5 əsasdan 2'nin yerine yazdım B. Üste gelip 5 əsasdan 5'imiz 1. 5 əsasdan 3'ün yerine yazdık A B. Üste gelip 5 əsasdan 2'nin yerine B. B plus 1 aşağıdan B'ni çıkarsam A plus 1. Çetin sualdan rahat əlli oldu. 82 B. 83 eləcə 500 çıxaq. Çıxaq olunda bölme olur. 500 bölü 5. Üste gelip toplamını vurma olur. 4 vuraq 25. Oldu eləcə 100. Üste gelip eləcə 100. Eləcə 100 2 demek 2 plus 2 4. 83'tü. Gəlin 84'ü belə yazaq. 5x plus y bərabərdir A yazısından. Belə yazaq ki x plus y bərabərdir logaritm 5 yazısından A. O birisi də x y bərabər logaritm 3 yazısından A. Sonra tərəf-tərəfə toplasaq. Alınar 2x bərabər logaritm 5 yazısından A. Üstə gəlir logaritm 3 yazısından A. Belə də yaza bilərik. Belə yaza bilərik. Buranın ikisi tapsa 5 yazısından üste gerek bu daha uzun gider. Başka verirse ne bilərik? 15 üstü bunu yazaq belə x kvadratı 15 yazaq 3 vuraq 5 üstü x kvadratı y kvadratı. Bu da olsun 3 üstü x y x plus y vuraq 5 üstü x y vuraq x plus y. Aha. 3 üstü x y'nin yerine yazaq a üstü x plus y vuraq. Bu birisi 5 üstü x plus y'nin yerine yazaq ki a üstünde 2 y. Bunun yerine. Bu da olsun a üstünü toplayaq kuvvetler. Bu daha rahat oldu. A üstü 2x.
85. Funksiyanın təyin oblasına daxil olan ən kiçik natural ədəd tapın. Birinci əsas sıfırdan böyükdür və birdən fərqlidir. 1'də x kvadrat çıxar 5x plus 6 da 1'də sıfırdan böyükdür. Burada x1, 2, x2, 3 olduğundan x daxil olur. Mənfi sonsuzdan 2'ye, birləşmə 3'dən müsbət sonsuzluğa. Biz də mənfi sonsuzdan 2'ye mənfi ədədləri götürmürük. Birdən də böyükdür. Sıfırdan böyükdür. 1'i götürmürük. 2'ni götürənmərik. Bu 2 daxil deyil. Burası 0 olur. 3'ü götürənmərik. 3 də daxil deyil. En kiçik natural ədəd neçə oldu? 4. 85'e cevaplı varyantı. 86. 11'den 11 gelir. 7'den 7 gelir. Cevap 1. 86. Gəlin 87'nin orta məxəli getirir. Logaritm x əslən y. Vıraq logaritm y əslən 2x. Yuxarıda olur logaritm y əslən 2x. Çıxaq 2 logaritm x əslən y. Çıxaq 1 bərabər 0 və yaxud bərabər 1. Yuxarıda olur, aşağıda olur x əslən y. Bunlar gedir. Qaldı yuxarıda logaritm y əslən 2. Çıxaq. Bunda çıxaq 2 logaritm x əslən y yazsaq. Bərabər 1 yazsa alınanda. Bu da necə alınır? Y əslən 2, 1 x əslən y. Yazaq onları logaritm. Y əslən x'in yerine 1 bölü logaritm x əslən y yazar və yaxud da belə deyək. Y əslən x-ə bir t desək, o birisi olur 1 bölü t. Yəni olur t çıxaq 2 bölü t bərabər 1'ə. Hər tərəfin t'yə vursa olur t kvadrat çıxaq 2 çıxaq bərabərdir t'yə. T kvadrat çıxaq t çıxaq 2 bərabər 0'a. T1 diskriminant T1 bərabərdir. Buranda mənfi 2 toplayanda 1. T1 bərabər 2'ye, T2 bərabərdir mənfi 1'ə. Buranda 2 toplayanda mənfi 1. Buranda mənfi 2 toplayanda müsbət 1 bəli alınır. Bunda logaritm y əslən x'ə birdən nə yazsaq? 2 yazsaq. X bərabər y kvadrat alınır. Bir də logaritm y əslən x'ə mənfi 1 yazsam. X bərabər y üstü mənfi 1. Buradan da x bərabər 1 bölü y. X y bərabər 1 alınır. Ama x bərabər y kvadratı ödəmir. Çünkü x bərabər y kvadratı ödəyəndə burada 2, t bərabər 2 alınır. Bəli, hər ikisi alınır. Yəni görə hansı ödəyir? X bərabər y kvadratı yoxdur variantlarda. Bir dənə bu var. X y bərabər 1. 87 88 elgə 0'dan %15 yazırım %15. O da olur elgə 15 çıxaq elgə 100. Elgə 15'te yazırım. Elgə 3 üstə gələ elgə 5. Çıxaq 2. Elgə 3'ü varımızdır B. Plus elgə 5'e de 2 kimi yazarıq. Elgə 10 çıxaq elgə 2 kimi. Böləndə B üstə gələ 1 çıxaq elgə 2'nin yerine yazırıq A. Çıxaq 2. Bu da olur 1 çıxaq A. 0 yox, bərabər qoyuruq elə. B çıxaq A çıxaq 1 edir. 88 variantı. 89 sual. Funksiyanın təyin oblasını tapın. Olur y'den x. Birinci x sıfırdan büyük burada. İkinci de 1 çıxaq x sıfırdan böyükdür. Mənfi x böyükdür. Mənfi 1 x kiçikdir 1'dən. Birbaşa bu yazıya göre alınır burada. 9b. 90 hesablayın. Əsaslar müxtəlif tamı qüvvətlərə indi. Tərsini yazırım. Olur 21 əslən 3. Üstə görə 21 əslən 7. Bu da 21 əslən vurmadır. 21 o dedi 1. 90 C. 91. 2 üstü A 50'dir. Olur 2 üstü 2A. Vuraq 2 üstü mənfi 2. Bu dedi 2 üstü 2A'mızı yazırım. 2 üstü A'nın kvadratı. Vuraq 1 bölü 2'nin kvadratı. Bu da 50'nin kvadratı. Vuraq 1 bölü 4. O deyir 50 vuraq 50 bölü 4. 2'ye xəsar aparsaq 25. 2 bu da 2'ye 25. 25 de 25'e vururuq. 625.
625 tezi 92'ye 92'de logaritm a esasından bu olur a esasından çıxar a esasından b. Bu da 1 çıxar logaritm a esasından b bərabər 4'e. Onda logaritm a esasından b'miz bərabərdir 1 çıxar 4 yəni mənfi 3. Onda logaritm a esasından kvadrat b bu a esasından b'nin kvadratı. Yani mənfi 3'ün kvadratı 9. 93. 9'un kubunu 3 üstü 3 üstü 3 vuraq 27'ni yazıram 3 üstü 3 üstü n çıxar 1 aşağıda yazıram 3 üstü 3 n çıxar 2 yuxarıda olur 3 üstü 6 vuraq 3 üstü 3 n çıxar 3 aşağıda 3 üstü 3 n çıxar 2 qüvvətlər toplanır olur 3 üstü 6 plus 3 n çıxar 3 məxrəcə çıxılır böləndə 3 n plus 2 3 n'ler gelir olur 3 üstü 6 3 üstü 5 o da 243. 93'e cevap 243. 94 a esasından b2 ona b beraberdir a üstü 2'ye. Getirip burada yerine koyacağım. Logaritm a'nın kvadratı vuraq a üstü 2'nin kubu. A üstü 2 vuraq a üstü 2. Bu da logaritm a üstü 2 vuraq a üstü 6. Bu değil a üstü 4. Bu da a üstü 8 a üstü 4 ne kesir karşı 4 bölü 8 2'de 1. Yani 0,5 95'in sual. 4 üstünü yazıram 2 üstü 2 üstü x plus 2y beraber 8'e 2'nin kubuna. Aşağıda 2 üstü 3 üstü x plus y beraber 16'ya. Yani 2 üstü 4'e. Yukarı olur 2 üstü 2x plus 4y ele bir başa yazar. 2x plus 4y beraberdir. 3'e aşağıda 3x plus 3y beraberdir 4'e. Yuxarına bizə y üstü mənfi 1 soruşur. X yoxa çıxacaq. Yuxarıda mənfi aşağıda 2'ye vuraq. Mənfi 6x çıxaq 12y bərabərdir. Mənfi 9. Aşağı 6x plus 6y bərabərdir 8'e. Təsəvvür toplayında mənfi 6y bərabərdir. Mənfi 1'e y bərabərdir 6'da 1'e. Y üstü mənfi 1 soruşur. O da 6'da 1 üstü mənfi 1. O da 1 bölü 6'da 1 cavab verir 6. 96. A esasından bunu yazıram. A esasından A üstə görə A esasından B. 1 plus logaritm A esasından B beraber 3'e. A esasından B beraberdir 2. Buradan necə yazıram? B esasından A'nın kvadratını yazıram. 2 logaritm B esasından A. 2 vuraq. Logaritm A esasından B 2 ise B esasından 1 bölü 2. Cevap 1. 97. 3'ten 3 7 kaldı logaritm kəsdən 4 o da 2. 98. Funksiyanın təyin növbəsi daxil olun. Ən kiçəsi 2x 3 böyük 0. 2x böyükdür 3'ten. X də böyükdür 1,5'ten. Ən kiçik natürət 2. 99 ln e üstə gələk 2 ln e üstə gələk 3 ln e. Bu dili 1 burada 2, 3, 6 eleni. Elen de 1 demek. E esasınıydı. Cevap 6. Ahırlı soru 100. 5 esasından 80. Bu 5 esasından 80'imiz. 5 esasından 25 ile 5 esasından 125 arasında yerleşir. Onca bu ili 2 tam neçə? O dili tam hissəsi 2. Əziyyətə qarşı kanala abunə olub paylaşmağı unutmayın ki, hər bir şagird yararlanabilirsiniz. Sağ olun uşaqlar.